Özümə 2 ədəd yumurta atıram ki, qaynasın. Çünki yumurta yediyim gün axşam kimi özümü tox hiss eləyirəm, yaxşı tutur adamı. Hüseyin yumurta yemir ay cəmaat, deyir ki, demə videoda. Yemirsən də necə idi deyim. Ona görə mənim yumurtalarım da burada qaynayır. Görüm 20 günüm var. Heç olmayanda 5 kilo aralaya bilsəm əla olar. Pizzalar da qızdı. Aparım Hüseyin yesin çünki dərsə getməyinə az qalıb. Ana. Buyurun. Niyə baxırsan baxım? Baxın, buna baxın. Qorxulu şey. Qorxulu şey deyildi, mahveydi. İlk əvvəl bir stəkan su içirəm təbii ki. Arxa fonda da musiqimizi görürsünüz də nə? Baxın. Suyu içirəm qaça-qaça. Sonra gedib bəbişə baxıram, sonra da yumurta yeyəcəm. İndi isə yumurtanın üzərinə biraz çiğ toxumu, biraz da küncüt vurmuşam. Bu yumurtanı da yeyəcəm. Daha sonra 2 saat sonra ara öğün yeyəcəm. Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Tutqanı qoymuşam bu formada, özü içir. Başımın üstündə dayansam nə qədər vaxt gedər ona görə. Görürsünüz bu tutqan necə yerlərdir. Dərmanlarımı yığmışam bura. Bu yoldaşımla mən dərmanım qarışmasın deyə birinə F yazmışam. Bu kollagendir. Birinə də belə N yazmışam. Burada magnezium var. Ondan sonra günə bir dənə D vitamini içirəm. Açıq şəkildə üstünə qoymuşam. Bu D vitaminidir. Bir də dəmir içirəm. Bu da dəmirdir. Yəni bir ədəd dəmir içirəm, bir ədəd D vitamini içirəm, bir ədəd magnezium və bir ədəd yox, 3 ədəd də günə 3 dənə olmalıdır, kollagen içirəm. Amma siz həkim məsləhət olmadan nə badə yəni öz başınıza içəsiniz. Mən də bilirəm ki, hansı əksidir, elə içirəm. Dərmanlarımı içeyim. Artıq Hüseynin məktəbə getməyinə az qalıb. Ona görə onun sumkasını yazmalıyam, gündəliyin yazmalıyam, sumkasına yemək qoymalıyam. Uşağa da telefonu verirsən ki, baxsın, görürsən ki, fərli bir şey yoxdur ki, uşaq da baxsın. Hüseyin baxırsan. Səhər yeməyindən sonra rutinlərimdən biri odur ki, Hüseynin sumkasını yığmaq, içərisindəki zibilləri boşaltmaq, gündəliyini falan yazmaq. Onların hamısını səhər edirəm. Sumkanın içi elə bir bərbad gündə olur ki, yəni bərbad da bərbad. Hələ indi görsənmir, nə yeyirsə o da zibil atmayıb sumkaya atır. Sumkaya axtarmasam, bu çörək orada qalacaq, elə çiftlənəcək. Yeməyib atıb sumkanın dibinə. Məktəbə az qalıb bizim işimizə bax. Tutma yaxşı elədi. Birinci mən, sonra sən yaxşı. Rozan tutma biraz. Birinci də mən uduzdum. İkinci eləyir yüzü. 1, 2, 3 oldu. 4, 5, 6, 7, 8, 9, 10 oldu. 11. Ay, əlim düşsün. Qaqaş. Dur ayağa. Dur ayağa. 2, Hüseyni səhər-səhər hazırlığa yola saldım. Hazırlığa getməmişdən əvvəl çalışıram ki, biraz onunla ya axşam, ya hazırlığa getməmişdən əvvəl biraz onunla oynayıram, vaxt ayırıram ki, çünki zaman həqiqətən sürətli keçir. Uşaqlar nə zaman böyüdü bilmək olmur. Yəni istəmirəm ki, gələcəyinə deyim ki, Hüseynə istədiyim qədər vaxt ayıra bilmədim, onunla oynaya bilmədim, zaman tez keçdi. Ona görə gün ərzində qısa müddətdə də olsa onunla vaxt keçirməyə çalışıram. Bu zaman çox sürətli keçir. Bilmirəm bütün analar da belədir ya yox, ya bir dənə mən beləyəm. Elə adamlar var ki, deyirsən çox duyğusalsan. Yəni uşağın əvvəlki üzünə baxanda, şəkillərinə baxanda düşünürəm ki, necə də tez böyüdü. Keşke həmənki üzdə qalaydı. Yəni ana üçün biraz qəribə gəlir uşağın böyüməyi. İstəyirəm ki, heç olmayanda gələcəyinə deyim ki, uşaq uşaqlığını doyunca yaşadı. Onunla istədiyim qədər vaxt keçirdə bildim. Bunun üçün kaşki deməmək üçün çalışıram ki, tez Hüseynə vaxt ayırım. Düzdür, o da istədiyim qədər ayıra bilmirəm. Çünki nə səbir qalmayıb, nə vaxt qalmayıb, amma ki, azından çoxundan heç olmayan biraz da olsa vaxt ayırmağa çalışıram. O vaxtlar Hüseyin divanımızı filan o qədər yaman günə qoymuşdu ki, bütün əlini ketçupuyla filan, o mavi divanımız var idi, hamısının üstünə əllərini sürtürdü. Demək olar ki, bütün kosmetikalarımı filan hamısını məhv eləmişdi, divarlarımızı o bir evdə məhv eləmişdi. Həmən vaxtlar bir mesaj var idi, bir söz var idi, onu oxumuşdum. Deyirdi ki, hansı ki, tərtəmiz divanlarınızda, tərtəmiz evlərinizdə oturacaqsınız, zaman gələcək və övladlarınız olmayacaq. Ona görə bugün hirslənməyin. Onda da tərtəmiz divanlarınızda oturub
darıxacaqsınız ki, yəni övladım olsaydı, gəlsəydi, ya onun uşaqlığı olsaydı. Həqiqətən o qədər düz sözdür ki, indi məsəl üçün Hüseyn böyüyüb də əvvəlki kimi deyil. Nə divanın üstünü çikləndirmir, nə divarları filan çikləndirmir. Halbuki həmin vaxtlar necə hirslənərdim ki, bu uşaq adamı dəli eləyəcək filan. Yəni ona görə də əsəbləşsək belə, yəni çox da əsəbləşməmək lazımdır. Çünki zaman keçir, hər yaşın öz dövrü var. İndi məsəl üçün yalvarsam belə Hüseyn gedib bu hərəkətləri eləməz. Ona görə artıq əsəbləşmək lazım deyil. Divanlardır, filandır, hamısı Allah yetirəcək, yenidən alınacaq. Zaten dünyada qalası şeylərdir, boş şeylərdir. Ondan ötürü gələcəyinə hansı ki ürəyimizə vicdan azabı çəkəcək şeylər etməyək ki, yəni vaxtında uşağı vurdum, vaxtında uşağı şişsəndim, yəni bir divandan ötürü, bir kimdənsə ötürü etmək lazım deyil. Çünki həqiqətən zaman keçir və kaş ki söz qədər insanı incidən şey yoxdur. Mən həmişə deyirəm ki, elə yaşamaq lazımdır ki, insan ki, kaşkisi olmasın, geri döndüyündə kaş ki deməyəsən, çünki kaş ki sözü qədər insanı incidən bir şey yoxdur. Bu arada bugün o qədər işim var ki, burada hələ o qədər işin arasında döşəmə plov eləməyə çalışıram. Çünki bugün asan xidmətə də getməliyik. Uşağın metrikasını almalıyıq. Həm metrikasını alıb götürəcək hazırda, amma şəxsiyyət vəsiqəsi üçün də şəkli çəkilməlidir. Şəxsiyyət vəsiqəsi də almalıyam uşaq üçün. Arxa fonda belə bir səslə soğan soyuram. Soğan doğrayıram. İşimizə qaldığımız yerdən davam edirik. Uşağın səsini kəsdikdən sonra 5 ədəd soğanı bu toyuqların üstünə əlavə edirəm. Bir gözüm o tərəfdə, bir gözüm burada. Bir qohum var idi, aman zaman bir oğlu var idi. Yəni mənim əslində əmmim oğlunla gedir söhbət və onun 22 yaşında oğlan dünyasını dəyişdi. Həmin valideyn dedi ki, heç yadımdan çıxmaz, dedi ki, sənin toyun olanda o məndən ayaqqabı da istədi, şalvar da istədi, köynək də istədi. Nə yaxşı ki, onların hamısını almışdım. Çox sevinirəm. Yəni bir ananın sevinci, baxdım ki, yəni nəyə görə sevinir? Ayaqqabı aldığı üçün, nə istəyibsə ona etdiyi üçün köynək aldım, deyir, remen də istədi, hamısını aldım. Deyir, nə yaxşı ki almışam. Yəni baxdım ki, həqiqətən o deyirəm ki, yəni kaşki sözü qədər insanı incidən bir şey yoxdur. Yəni bir ana gör ki, övladını itirəndən sonra nəyə sevinir? Ona görə təkcə bu övlada aid deyil, əslində valideynə də, əslində yoldaşa da aiddir, qohumlara da aiddir. İnsan gərək elə yaşasın ki, sonradan peşman olmasın. Hamımızda olur, ani hirslənirik, müvəqqəti dünya olduğunu unuduruq, amma ki bunu tez-tez bir-birimizə də, özümüzə də xatırlatmalıyıq ki, bir-birimizi incitməyək, çünki bir-birimizdən zamansız ayrılacağıq. Qazan nədirsə, buradan o tərəfə gedir. Tam burada qalmır. Yağı nə qədər əlavə edirsən, bura quru qalır, burada yağ olur. Bunların hamısını toyuqları qızardacağım tavada, qazanda. Bunları belə qoydum ki, qızarsın. Soğanlar qaldı. Burada isə düyü qaynayır. Toyuqlar bu formada, üzərinə isə soğanları əlavə edəcəm. Beş ədəd soğan var burada. Üzərinə bir qat, bir lay aş, yəni düyü əlavə edirəm, biraz yağ əlavə edəcəm və zəfəran, daha sonra ikinci qat düyünü əlavə edəcəm. Zəfəranı da belə islatmışam, yarım stəkan suda bir qaşıq zəfəran. Qabları yuyacağım, daha sonra yenidən çəkəcəm. Bir sürü qablar var, onları yuyacağım, sonra yenidən danışaq. Turpları da belə eləmişəm. Aşı qoydum dəmə. Bütün qabları da yudum. Qəfədən də doldurdum hətta. Çay da dəmləyəndən sonra adama belə rahatlıq gəlir. Bu arada qızlar, güllərimə baxın, görün nə gözəl olub. Burada minicik yarpaqlar açır, bax, çox gözəldir. Bunlara günəş nə qədər çox dəysə, o qədər belə çəhrayı rəngdə olurlar. Mətbəxi filan təmizlədim, evi səliqəli qoydum, yeməyi filan bişirdim, qoydum ki, rahat. Daha sonra uşağı geyindirdim, gedək asan xidmətə. Çünki bugün mütləq getməliyik. Əslində yağış başladı, çoxlu yağış yağır. Sadəcə yoldaşımın bir ev günü var, ona görə də bugün mütləq getməliyik ki, şəxsiyyət vəsiqəsini sifariş verək. Əvvəllər alışmışdım, özüm tək geyinim çıxım. Biraz hələ ki alışmamışam. Uşaq üçün paltar götür, uşaq üçün əlavə pampers filan götür. Ona görə sumka hazırla, uşağı geyindir. Biraz evdən çıxmağımız həmişə
şəkildən gec olur. Yəni ki, buna hələ alışmamışam. Əvvəl bir tək canım vardı, onu götürürdüm, çıxırdım evdən. Yeni şeylər arasında, yəni bunlar da var ki, evdən çıxmağım biraz belə problemli halına gəlib. Aslan xidmətə gəldik, çatdıq. Uşağı neynədiksə ayılmadı, gözü yumlu çəkiləcəkdi. Mən də dedim ki, xahiş edirəm bir də gözlüyüm, bir də uşağın biraz paltarını soyundurum, bəlkə gözü açıq düşər. Paltarını biraz açdım, ona baxmayaraq yenə də gözü yarı açıq, yarı da bağlı düşdü. Yəni yaxşı düşmədi. 5 il o şəkillə, yəni idarə eləyəcək. Qaydanda isə Hüseyn üçün dedi ki, bir dənə də hədiyyə alar. Çünki bu aralar çox xoşu gəlir ki, hədiyyə açsın. Belə bir xüsusilə cips için bir barmaqçılıq cipslər var. Çubuk kirezler var. Necə? Oyuncaqdır. Bu Şar. həm Ha, yaxşıdır. bu ne şardı? Merry Christmas şar. Papa. Ha. Ondan sonra belə keksimiz var. Bunun qiyməti 5 manat 99 qəpik idi. Nədənsə elə bilirəm ki, bu paketlərin içərisində harda getməyən şeylər varsa onları qoyurlar. Amma yenə də Hüseyn dedi ki, yenə də ana maraqlı şeylər var idi. Yəni bunları yemir əslində Hüseyn, amma ki paket açmaq xoşuna gəlir. Paket açdığına görə yenə də sevinirdi. Amma yenə də 5 manat neçə qəpik üçün düşünürəm ki, yaxşı şeylər çıxdı içərisindən. Bu Christmas olan şarı köpürdü, amma pısdı. Hər nəsə. İndi isə paltarları atıram ki, yuyulsun. Evdə otopleniya yaxşı ki var. Otopleniya atacağam, qurusun, çünki qaldıqca paltarlar qalır. Bu gün həqiqətən də o qədər yorğun gündür ki, yağlar da atmalıyam ki, ərisin. Salat eləyəcək, ona görə çoxlu bura belə qoyuram. Çünki bir neçədən salat eləyəcək. Yoldaşım evdə olmuşkən dedim ki, 2-3 dənə salat eləyə yeni il üçün. Yəqin ki, yaxşı baxılar. Əslində 3 dənə falan düşünmüşdüm, amma danışmaq asan demiş. Birinci salatda artıq o qədər yorulmuşduq ki, ikinci salatı demək olar ki, yola verdi. Çəkdim, güclə bir təhər çəkdim, çünki çox yorğun idik. Çatdıra bilmədik. Burada artıq gecədir, bir salatı elədik, amma ikinci salat elədik, üçüncü dedi ki, üçüncünü sonra eləyərik. Belə bir salat forması gördük, hansı ki Pinterestdə at formalıdır. Çünki bu il bilirsiniz ki, at ilidir. Çox maraqlı görsənir. Saçlarını belə pendirdən, saçaq pendirdən elədik, çox qəşəng görsəndi. At ilinə görə. Düzü çox yorulmuşam. Burada hələ yağı heç süzməmişəm. Hə? Ağzı nədir deyirsən biraz? Yekə də ağzı. Atın ağzı yekə olurdu. Buna da başqa bir dizayn eləyəcək. 2 dənə video çəkdik, amma çox yorulmuşam. Mətbəxdə pis gündədir. Belə bir yolka salatı elədik. Bir də bu at. Deyirdim ki, 3 dənə eləyək, amma çox yoruldum. Arxa planı heç göstərmək istəmirəm. Dəhşət, dəhşət. Yaxşı ki, bu otopleniya var. Bəbəşin paltarlarını belə hər gün əynindən çıxanlara yuyuram. Ondan sonra bayıra sərmirəm. Həm də yağışlı da hava var. Bu formada bura sərirəm, elə tez quruyur, götürürəm. Adam inana bilmir ki, biz də bu boyda olmuşuq. Bütün üst paltar, alt paltar hamısı bir yerdə bir əl paltar tutur. Yəni bir əl yer tutur, o qədər balacadır. Bu piçenyalara mən o qədər dadanmışam ki, yenə də qaydanda bu piçenyalardan aldıq. Əvvəl heç belə xoşlamırdım da, yəni nə alam deyim, arada bir yerdim ya yox. İndi xəstəxanadan sonra necə xoşuma gəlibsə, bitən kimi gedib alıram. Mən kökəlsəm, məni elə bu piçenyalar kökəldəcək. Bu arada yenə də öskürək falan yayılıb, Hüseyn görürəm ki, öskürür, burnu da axır. Ona görə belə bir dəniz duzu burun üçün aldım. Bunun qiyməti səhv eləmirəmsə 9 manat neçə qəpik idi, çox təriflədilər. Hətta gəlinimiz deyir ki, uşağın burnunda polip var idi. Bundan vurub, daha sonra o polip gedib. Bu isə siropdur uşaqlar üçün. Mən əslində paraferinin siropunu verirdim. O da çox təsirli idi. Sadəcə aptekçi dedi ki, bu daha qəşəngdir. Bunun da qiyməti ya 9 manatdır, ya da ki 10 manatdır. 2 dənə də persol aldım. Bu persolu yoxlamamışam. Paltarlar qara olur. Ona görə də bu persolla yoxlayacağam ki, görüm ağardıcılığı necədir. Əslində çox yorğun idim, amma ki soyuducuya xəmir qoymuşdum. Dedim ki, qıcqırıb eləyər. Ona görə də elə onu da Hüseyn üçün pizza elədim ki, sabah yenə də birdən məktəbə aparmaq istəyər. Və Hüseyn dedi ki, ana nə olar mənə pendir qızart. Pendir qızartdım, üzərinə limon verib vurub yeyir. Çay süzün badələrə, tez süzün. Gecə idmanımızı eləyirik. Mən də şəkərsiz çay içirəm. Yəni ürəyim əslində istəyirdi peçeniya, amma yemədim. Birinci günümdə hələ görək nə qədər davam edə biləcəm. Afərin sənə Hüseyn. Afərin. Mənim isə 20-ci günüm falandır. Afərin. 20 gündür ki, Hüseyn hər gün idman edir axşamlar. Afərin sənə. Onlar belə qoyur televizorda.
Özdə çətin antrenman qoymuşam mən. Çətin antrenman eləyir. Afərin sənə Hüseyn. Əməlli başlı fərq hiss eləmişik. Şəkil çəkmişəm. Əvvəl və sonra eləyəcəm. İnşallah sonra. Bu arada Həsən də çimizdirmişəm. Burada çimib, qalın geyinib, orada yatır. Bu da bizim böyük uşaq. Çətin də Hüseyn, başı yerə qoymuşsun. Çimizdirmişəm, yatıb. Amma əlini kaleskadan tutub yatıb. Belə şey yoxdur. Kaleskadan əl tutub yatasan. Özümə bir dənə yorğunluq çayı süzüm. Bir də. Ama qaldı. Pizza da bişdi. Bugün yola verdik. Bugün bitdi, amma ki düşünürəm ki mən də bitdim. Çünki çox yorulmuşam. Artıq uşağın nazı ilə oynaya bilməyəcəm. Ona görə də atıram onu qıçıma, yelləyirəm. Burada isə vlogu sonlandırmaq istəyirəm. Sağ olun. Gələn videolarda görüşmək üzrə.